İkinci şans imtahanı üçün hazırlıq birinci gündən başlayır. Həftə içi hər gün saat 17 normalda dərslərimiz olacaq, gecikmədən qoşulun. İndi isə 33-cü suala baxın və gedin. Rəyastatın sürgüsünü sola sürüşdürdükdə ampermetrlərin göstərişi necə dəyişir? Deməli, cəryan müsbətdən gəlir. A1 ampermetrindən keçdikdə, baxın, bu boyda hissədən keçir və gəlir çatır mənfiyə. İndi buna baxaq. Aşağıya düşən hissəsinə baxaq. Rezistordan keçir. Bax, bu boyda hissədən keçir və gəlir çatır mənfiyə. Yəni ki, A1 ampermetr üçün aktiv hissə bu qədərdir. A2 ampermetr üçün aktiv hissə bu qədərdir. A1 ampermetr üçün I1 bərabərdir. Kəsir xətti U bölünsün. Bura reostat 1 deyək. A2 ampermetr üçün kəsir xətti U bölünsün. Bu müqavimət R olsun. Burada reostat 2 deyək. Reostatın sürgüsünü sola sürüşdür. Aha, baxaq. Müsbətdən cəryan gəlir. A1 ampermetrindən keçdikdən sonra sola sürüşdüyü üçün aktiv hissənin uzunluğu azalır. Ona görə cəryan artır. A2 ampermetr üçün isə izləyək. Gəlir, sola sürüşdüyü üçün, baxın, yaşıl hissəyə baxın. Aktiv hissənin uzunluğu artır. Ona görə müqavimət artdığı üçün cəryan azalır.